Artımların daha çox olması üçün videonu bəyənin və kanala abunə olun. Azərbaycanda pensiya alan vətəndaşları maraqlandıran mühüm yeniliklər müzakirə olunur. 2026-cı il üçün pensiya artımı ilə bağlı ilkin hesablamalar və ehtimallar gündəmdədir. Müzakirə edilən məsələlərə əsasən, bəzi kateqoriyalar üzrə pensiyaların ümumilikdə 320 manata qədər artması mümkün ola bilər. Mütəxəssislərin fikrincə, pensiya artımına təsir edən əsas amillər minimum əmək haqqının mərhələli şəkildə artırılması, inflyasiya səviyyəsi, sosial paketlərin genişləndirilməsi və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasıdır. Qeyd edək ki, 2026-cı il üçün nəzərdə tutulan artım birbaşa 320 manatlıq vahid artım deyil. Lakin baza pensiyası, əmək stajına görə əlavələr və indeksasiya birlikdə hesablandıqda bəzi pensiyaçılar üçün ümumi məbləğin bu səviyyəyə çatacağı ehtimal edilir. Xüsusilə uzun illər əmək stajı olanlar, yüksək sığorta kapitalı toplayanlar və minimum pensiya ilə yaşayan vətəndaşlar üçün artımlar daha hiss olunan ola bilər. Hazırda minimum pensiyanın artırılması ilə bağlı da müzakirələr aparılır. Əgər bu qərar qəbul edilərsə, 2026-cı ildə minimum pensiya alan şəxslərin gəlirlərində ciddi yüksəliş müşahidə oluna bilər. Rəsmi qurumlar hələlik dəqiq rəqəmlər açıqlamasa da, sosial rifahın yaxşılaşdırılması istiqamətində islahatların davam edəcəyi bildirilir. Pensiya artımı ilə bağlı yekun qərarların 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində açıqlanacağı gözlənilir. Vətəndaşlara tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etsinlər və yenilikləri izləsinlər. Bundan əlavə, son illər pensiya sistemində aparılan rəqəmsallaşma prosesi də vətəndaşların pensiya hüquqlarının daha şəffaf şəkildə hesablanmasına imkan yaradır. Elektron xidmətlərin genişləndirilməsi nəticəsində pensiya məbləği, sığorta kapitalı və əmək stajı barədə məlumatlara onlayn çıxış asanlaşır. Eyni zamanda, sosial yönümlü dövlət siyasəti çərçivəsində pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması əsas prioritetlərdən biri olaraq qalır. Bu baxımdan 2026-cı il üçün nəzərdə tutulan mümkün artımların pensiyaçıların gündəlik xərclərinin qarşılanmasında müəyyən rahatlıq yaradacağı bildirilir. Qeyd olunur ki, növbəti illərdə pensiya sistemində mərhələli dəyişikliklərin davam etməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsi gözlənilir. Mütəxəssislər bildirirlər ki, pensiya artımları təkcə aylıq ödənişlərlə məhdudlaşmır, eyni zamanda sosial ödənişlərə və müxtəlif güzəştlərə də təsir göstərə bilər. Bu da pensiyaçıların ümumi sosial təminatının gücləndirilməsinə xidmət edir. Bununla yanaşı, əmək bazarında rəsmi məşğulluğun artması Dövlət Sosial Müdafiə Fonduna daxil olmaları yüksəldir ki, bu amil də gələcək pensiya artımları üçün əsas yaradan vacib faktorlardan biri hesab olunur. Qeyd edilir ki, pensiya məbləğlərinin yenilənməsi zamanı vətəndaşların sığorta haqları, əmək stajı və əvvəlki illərdə formalaşmış pensiya kapitalı əsas meyarlar kimi nəzərə alınır. Mütəxəssislər bildirirlər ki, pensiya artımları təkcə aylıq ödənişlərlə məhdudlaşmır, eyni zamanda sosial ödənişlərə və müxtəlif güzəştlərə də təsir göstərə bilər. Bu da pensiyaçıların ümumi sosial təminatının gücləndirilməsinə xidmət edir. Bununla yanaşı, əmək bazarında rəsmi məşğulluğun artması Dövlət Sosial Müdafiə Fonduna daxil olmaları yüksəldir ki, bu amil də gələcək pensiya artımları üçün əsas yaradan vacib faktorlardan biri hesab olunur. Qeyd edilir ki, pensiya məbləğlərinin yenilənməsi zamanı vətəndaşların sığorta haqları, əmək stajı və əvvəlki illərdə formalaşmış pensiya kapitalı əsas meyarlar kimi nəzərə alınır.